Möhlət həmişə insanın xeyrinədir. Hər vaxt Allah bir adamı istəsə onu qaytara, layiq bilsə, özünki bilsə, bəzən ona bir şillə vırıb oyunu ayıldaş. Necə ki, bunu da Qur'an-ı Kərimdir. Qur'an-ı Kərim Rum surəsinin 41-ci ayəsində buyurur. Buyurur, zəhərəl fəsadu fil bərri vəl bəhr. Bərridə də, quraqlıqlarda da, dəryada da fəsad artıb. Bima kəsəbət əydin nas. İnsanların əlləri ilə, insanların vasitəsi ilə. Liyuziqəhum bə'zəlləzi amilu ləalləhum yərciun. Deyir, onlara elədikləri bəzi əməllərin əzabın dadızdıraq, ola bilsin, onlar düz yola qaydalar. Baxın, burada sevilənlərdən söhbət gedir. O insanlar ki, çaşırlar, amma Allah onları özünkü bilir. İstəyir qayda, Allah onlara bir şillə vurur ki, silkələnib, ayılsın, qayıtsın. Amma Allah o adamlara ki, toxunmur, cinayəti cinayətin üstündən eləyir, fəsadı fəsadın üstündən eləyir, zülmü zülmün üstündən eləyir. Hamı deyir, Allah niyə bunun önünü almayıb? Allah onun önünü almayıb ki, onu ən ağır cəzaya mübtəla eləsin. Allah ona imla eləyib. Bir gün Əzrail gəlmişdi Peyğəmbərin ziyarətinə, Peyğəmbər ondan söhbət edirdi. Birdən döndü Peyğəmbər ona dedi, Əzrail, minlərlə ildir ki, can alırsan. Heç olub can aldığın adamın halını acıyasan. Dedi, ya Resulallah, olub. 2 dəfə. 2 nəfərin canını alanda bir növ özüm acımışam onun halına. Biri bir zaman dəryada bir hadisə oldu. Gəmi batdı, gəminin içində nə qədər adam var idi, hamı qərq oldu. Bir dənə hamilə qadından başqa. Biz də müşahidə edirik bu olub keçənləri. Bu hamilə qadın bir dənə taxta parçasının üstünə çox çətinliklə səvar oldu, gəldi, çatdı sahilə. Bu sahilə ki, güclə çatmışdı, orada sahildə bir yandan da əzilib, bir yandan hamilə bu bir dənə körpə uşaq dünyaya gətirdi o adada. Heç kim yox idi orada. Hələ ki, bu uşağı dünyaya gətirdi bu orada, xəstə halında bu xanım düşmüşdü, mənə əmr gəldi ki, ged onun canını al. Mənə ki, əmr gəldi, ged onun canını al, mən də əmr quluyam. Getdim o xanımın canını alanda, o çağıya baxdım ki, orada bu ada, heç kim yox. Bir dənə bu müsibətlə bu ana gəldi çöldə, bu uşağı dünyaya gətirdi, mən də bunun canını alanda, o uşağa nəsə acıdım. Canını alıb getdim, mənim işim odur. Bir də ya Resulallah, bir dəfə mənə Şəddad ibn Ad adında bir adamın canını almağını əmr elədilər. Bu da bir adam idi, Hud Peyğəmbərin qovmundan idi. Hud Peyğəmbərdən behişt barəsində eşitmişdi, Allaha imanı olmayan bir adam idi. Deyirdi, sən o behiştçi cəmaata vədə verirsən, ona görə deyirsən, mən sənin o pəlverdigarına əyilməliyəm, səcdə eləməliyəm, şükr eləməliyəm, mən onu heç qəbul eləmirəm. Amma dediyin o behişti özümə tikdirərəm. Dedi, bu əmr elədi, 1000 mühəndis, bu şah idi, məlik idi, 1000 dənə mühəndis ixtiyarına, xidmətini aldı. Dedi, bu Hudun dediyi bu behişti var ha, onu yaradın mən üçün. İllərdir, zamanlardır, bu behişti bunun üçün tikirlər. Deyir, onda ki, bunun behişti hazır oldu, bu da indi təntənəli surətdə bir gün gələcək, içinə daxil olacaq. Biz də bu müşahidə edirik, mələklər dünyası görür yerdə keçənləri. Onda ki, bu gəldi qoşunu ilə, qərar idi bu behiştin açılışını eləyib daxil ola. Gəldi onun giriş qapısında, bir ayağın atından götürmüşdü, bir ayağı üzəngidə mənə əmr gəldi, Şəddad ibn Adın canını al. Dərhal bunun ruhunu ayırdım bədənindən. Ruhun bədənindən ayıranda buna bir acıdım. Dedim, bədbəxt, day Allah sənə nə verməmişdi? Məlik idin, ixtiyaratın var idi. İstədiyi yerdin, istədiyi geyinirdin, ən ali rifah tərzində yaşayırdın. Bir dənə Allaha sən baş əymədin, belə küfrü neymət elədin. Allahın sən belə neymətlərinin qabağında sayğı eləmədin. Günbə-gündən rifahın, imkanatın və əzabsızlığın bahis oldu sən bu yerə gələsən. Gördüm, yazıqlar olsun, ona da acıdım. Bunu demişdi, Cəbrail nazil oldu. Peyğəmbər danışır Əzraillə. Cəbrail nazil oldu, dedi, Peyğəmbər, dedi, bəli. Dedi, Allah sənə salam deyir. Qəbul.
Peyğəmbər istəyirsən biləsən Şəddad ibn Ad kim idi? Peyğəmbər dedi Cəbrail, buyurarsan bilərəm. Dedi Peyğəmbər Şəddad ibn Ad həmin o körpə idi ki, o gəmi məsələsində sağ qalmışdı. O həmin körpə idi. Allah onu o məqama gətirməklə neynədi? Allah onu kimsəsiz bir adada, ana dünyaya gətirdi, özü öldü. Allah onu orada yeyədurdu. Hər hansı bir vəsilə ilə kimlərinsə yolun salıb orada uşağı saldı, onların qucağına yeyədurdu, böyütdü. Günbəgün ona rifah verdi, amma bu nemətlərin qədrini bilmədi. Həmişə gəldi küfrü nemət elədi. Heç vaxt o Allahın bu kimsəsiz körpəni böyüdən, günbəgün rifahın vəziyyətini yaxşılaşdıran o Allahın qədrini bilmədi. Bir yerə gəldi, Allaha ki beyət eləmədi, səcdə eləmədi, küfr nemətləri elədi. Hətta dedi o behişt, Allahın vədə verdiyi behişti, mən özümə yaradaram. Dedi o adam, həmin o körpə idi. Baxın indi bu adamı. Nədən bunu bizə misal vurublar? İstəyiblər deyərlər Şəddad ibn Ad. Əgər o gün ki o gəmi hadisəsi baş vermişdi, dünyadan geçsəydi, bir gün adı idi, bir dənə körpə, günahsız, məsum cağa dünyadan gedib. Yerində Allah bizə behişt vəd edib. Amma bir adam idi, möhlət verildi, o aldığı möhləti dəyərləndirə bilmədi. Elə bildi, elə bu mənim haqqımdır. O da bais oldu. Ona verilən möhlət sadə və sadə onun əzabını artırdı. Mütəal Allah buyurdu və la yəhsəbənnəl-ləzīnə kəfəru. O insanlar ki kafir oldular belə hesablamasınlar. Ennəmā numliləhum xeyrun ənfusihim. Bizim onlara verdiyimiz möhlət onların xeyrinədir. Yox. İnnəmā numliləhum liyezdadu ismən. Bizim onlara verdiyimiz möhlət buna görədir ki, onlar günahlarını artırsınlar. Və ləhum əzabun muhin. Və onlar üçün alçaldıcı əzablar öndə gözləyir. Allahın verirəm əzəmətinə, Allahın verirəm böyüklüyünə. Bizi özündən qafil olan insanlardan qərar verməsin.